Bugün ilk dəfə milli mətbəximizdən olan şırdanın dadına baxacağım və fikir bildirəcəm. Yanında ayranıyla. Görüntüsü bu formadadır. İçində limon, yarım soğan, belə bir xüsusi sosu var və şırdanın özü. Çox estetik və iştah açıcı görüntüsü var bu arada. Burada deyəsən saplağı olur və o sapını çıxartmaq lazımdır. Aha, budur deyəsən. Şey. İndi sozun tökürük üzərinə. Görək necə olur. Belə. Hadi bakalım. Ya bismillah. Qəşəngdir. Niyə bu qədər bundan iğrənirlər ki? Xoşuma gəldi. Baxın, içində belə düyü var və ədviyyatlar var. Aşırı acılıdır bu arada. Aşırı. Amma xoşuma gəldi. Təbii ki, zarafat edirəm. Şırdan bizim mətbəxi yox, Türk mətbəxinə aiddir. Və mən Türk mətbəxini aşırı sevən biri olduğum üçün bunu da xoşladım. Limon da əlavə elədim. Bunu da əslində əlavə eləyirlər, amma bilmirəm, bundan aşırı yandıracaq, amma yemək yeyək, görək necə olur. Çox qəşəngdir. Biraz da batıraq. Aşırı yandırır, amma çox qəşəngdir. Çox önyargılı olmayın yani. Bir dəfə də olsa tadına baxın. Beğendim. Aşırı beğendim. Ama doymadım. Yani çok açsızsa en az 2-3 tane sipariş verin. Ama çok lezzetlidir. Niyə iğrənirlər bilmirəm. Bəlkə də görüntüsündən dolayı ola bilər, amma dadı çox qəşəngdir. Deyəsən tərkibi şeydir bunun. Qoyunun bağırsağından nədənsə hazırlanır bunun üstü. İçi də düyüdür. Yəni çox belə qorxulu, dəhşət, bərbad bir şey deyil. Qoxusu da yoxdur. Yəni yaxşıdır. Xoşuma gəldi. Çox qəşəngdir. Bəyəndim. Aşağıda tax edəcəm səhifəni, hardan almışam. Öz pulumla almışam, reklam deyil. Amma bəyəndiyim üçün tax edəcəm. Çox səliqəli edirlər və çox dadlı edirlər.